в табачном дыме. В выхлопных газах автомобилей содержится многоядерный ароматический углеводород бензопирен, который обладает канцерогенными свойствами. По этой причине риск заболеть раковой болезнью у курящих больше. Это вещество также бывает автомобильного транспортного и загрязняет atmosferi. Beləliklə, tütün tüstülərində və maşınların tüstülərində, hansı ki maşınlardan xaric olunan tüstülərdə, deməli, çox nüvəli aromatik karbonhidrogenlər, benzopiren var. Bu, deməli, kanser xassələrini özündə saxlayır. Ona görə də tütün çəkən insanlarda, siqaret çəkən insanlarda, deməli, xərçəng xəstəliyinin, yoluxma xəstəliyinin riski çoxdur. Ona görə də nə etmək lazımdır? Siqaret çəkməyi azaltmaq lazımdır, tamamilə ləğv eləmək lazımdır ki, bu xəstəliyin qarşısını heç olmasa alaq. Və bu maddə həmçinin də deməli maşın tüstülərində vardır. Maşın tüstüləri həmçinin də deməli ətraf mühitimizi kirləndirir.